Zaqatala İqtisadi Coğrafi rayonu sahəsinə görə neçəncidir? İkinci yerdə sahəsinə görə. Hansı İqtisadi Coğrafi rayonundan sonra? Qarabağ İqtisadi rayonundan sonra. Qarabağ İqtisadi Coğrafi rayonundan sonra. Şəki Zaqatala İqtisadi Coğrafi rayonunun tərkibinə hansı inzibati rayonlar və hansı şəhər daxildir? Deməli, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ deməli inzibati rayonları bir də Şəki şəhəri daxildir. Aha, bu inzibati rayonlardan hansılar həm Rusiya, həm Gürcüstanla sərhəddə yerləşir? Balakən, Zaqatala, Qax həm Rusiya, həm Gürcüstandır. O deməli Şəki, Qax, bir də Oğuz isə yalnız Rusiya ilə. Yalnız Rusiya ilə sərhəddə yerləşirlər. Yaxşı, de görək, İqtisadi Coğrafi rayonunda hansı faydalı qazıntı yataqları mövcuddur? Polimetal yataqları, mineral sular, daha sonra meşə ehtiyatları və s. Polimetal yataqlarından hansıları tanıyırsınız? Mineral sulardan hansıları tanıyırsınız? Polimetala Filizçay, Katefçay, Kasta, Mazımçay bu yataqlar aid idi. Mineral bulaqlara da deməli Bum yatağı var idi. Oğuzda Bum idi. Yox, Xalxal Oğuzda idi, Qəbələdə Bum. Aha, bir də Qaxda İlisu. Qızılgül yağları harda hazırlanırdı? Zaqatalada. Aha. Bir də fındıq təmizləmə zavodu harda idi? O da Zaqatalada. İpək kombinatı harda idi? Şəki şəhərində. Bir də ki, burada turizmin hansı istiqamətləri olacaq? SSS yoxsa LLL? Xəzər dənizinə çıxış yoxdur, ona görə yalnız LLL olacaq. Aha. Ərazidən hansı avtomobil və dəmir yolu keçir? Burada avtomobil, dəmir yolu. Yadımda deyil. Yevlax, Balakən. Yaxşı. Hansı iqtisadi coğrafi rayonlarla həmsərhəddir? Deməli, Quba Xaçmazla, daha sonra Mərkəzi Aran, Dağlıq Şirvan, bir də Gəncə Daşkəsən. Quba Xaçmaz, Dağlıq Şirvan, Mərkəzi Aran, Gəncə Daşkəsən. Yaxşı. Bunları dediniz, düzdür. Nəyə görə Rusiya ilə iqtisadi əlaqələr bu hissədən zəifdir? Çünki yüksək dağlıqdan keçir onun sərhəddə, ona görə. Hansı rayonlarında hava limanları fəaliyyət göstərir? Zaqatalada, bir də Qəbələdə. Burada hansı tütün sortları yetişdirilir? Deməli, İtiyarpak, Samsun, bir də Trabzon. Ərazisinin milli tərkibi rəngarəngdir, yoxsa yekcinsdir? Rəngarəngdir. Qafqaz dil ailəsinə aid olan hansı xalqlar? Ləzgilər, avarlar. Udinlər. Aha. Deyir, əlva metallurgiyanın perspektiv imkanları var. Niyə? Bayaq saydığımız polimetal yataqlarına görə. Aha. Hansı ərazisində modul tipli İES? Şəki rayonu. Bakı-Tiflis xəttinin Yevlax qovşağından hansı xətt çəkilib? Ən uzqarına. Yevlaxdan Yevlax Balakən xətti dedim axı. Bəli, bəli. Kiçik Seslər hardadır? Deməli, İsmayıllıda var idi, Balakəndə, bir də Oğuzda. İsmayıllı bura aiddir ki. Mən qarşıladım, Balakəndə var idi. Mən orta ölçülü seslər desəm, orta ölçülü seslər burada yox. Azərbaycanda orta ölçülü seslər hansılardır? Ordubad, bir də Taxtakörpü. Hansı su anbarı fəaliyyət göstərir? Bu da Şəki şəhərində Əyriçay. Əyriçay Kürün neçənci dərəcəli qoludur? Deməli olacaq ikinci dərəcəli qol. Bəs üçüncü dərəcəli qol hansıdır burada? Şinçay, Kişçay. Suvarma əkinçiliyi, dəmiyə əkinçiliyi. Həm dəmiyə, həm suvarma. Aha, düzən ərazilərində nisbətən suvarma, orta dağlıqda dəmiyə əkinçiliyi, hə? Bəli. Meyvəçiliyin hansı növü? Qərzəkli meyvəçilik. Qərzəkli meyvəçiliyə aiddir. Qoz, fındıq. Aha. Şəkidə və Qəbələdə şərabçılıq, meyvə tərəvəz konservi fəaliyyət göstərir. Hansı rayonunda alabalığı yetişdirilir?
Qəbələ rayonunda. Quba Xaçmaz deyirəm. Şəki-Zaqatala iqtisadi coğrafi rayona hansı fiziki coğrafi rayonların ərazisinə uyğun gəlir? Deməli, Zaqatala, Lahıc, bir də Qanlı Xeyirçək. Bir balaca da Acınuxur Ceyrançöl. Hansı tektonik zonalara uyğun gəlir? Böyük Qafqaz qalxması, bir kür çökməsi. Şəki-Zaqatala iqtisadi coğrafi rayonunun ərazisində hansı iqlim tiplərini görə bilərik? Yarım səhra, quru çöl, mülayim isti, soyuq, dağ tundra. Ay, sağ olun. Təşəkkür. Sağ olun.